Salam dostlar, keyfi sazdır. Bir dənə bir nəmarəviş deyəm ki, kümşirman. Bətər, müqavvidi özü də bədənə mənfəati yaxşıdır. 5 həbbə sirdi. Ondan sonra 200 gram yapraqdır, üzüm yaprağı. Ondan sonra əvvəl qərə filfildir, zərçubədir, qol məhəmmədidir, bir həddi kav atsana, ceydudur 20 gram. Zeyleşti 60 adet, darçindi pudru şoda, felfeli kırmızı, bir tane balaca piyaz, kulçek. Ondan sonra sibzəmin 2 tane böyüyü, nəmək və hətta kafesi adet, toxmu mor, felfel dolmayı, nim kilo. Nim adet bağışlayın. Kullan 15 qələmdir. Mən bunların hamısını hazırlamışam, vurmuşam burada. Bunlar gözəm bütünsünü əzəzaqsız. Gözə. Elə ləziz qəzadır şaha. Yediqsən kef eləyəcəksiniz. Kullan da mənfəətdir, əsabat, məğzə. O yapraq ki buyurur. Yapraq kullan əsabın dərmanıdır. Gözə. Bu cür əzəcəksiniz. Tabi yumurta, hamısını qatasız ədviyələr zaman vurmuşam. Qatasız bir-birinə. Ondan sonra görəcəksiniz ki, bu mənfəəti, ləzizliyi, özü rahat qəzadır. 2 dəqiqədə, indi həyyanda da yapraqsat vardı xiyalanlarda, evdə, həyətlərdə. Elə balaca da olsa dərin istifadə edin. Yaxşıdır. Ondan sonra tabiə ki, yağ tökdünüz. Qoyacaqsınız tava, təmin 1-2 dəqiqə qalar ki, dağlaşa, yapışmıyor. Biz də bunu əzmişik, amadədir. Budur yarım saat ya 20 dəqiqə. Bir 20 dəqiqədə pişibdir. Amadəliyəm şeyi. Yağ da bir cüzü qızdı. Dağıldı tavanın təki. Tökəm onun təkinə, görəsiniz nə məzundur, nə yeməlidir. O qəzəm ləzizdir ki, o ədviyədə bu qəza həm doğruldur, həm əsabı dincəldir. Hansı qəza ki, ədviyə vurduna, o oldu məzun. Məzun da o da ki, xurma sütünə cüdiyəsən, xurma ilə, mozunla cüdiyəsən. Elə qəzada da, elə qəza olsa, doğrulda bilsən, heysatdan qəza cüdiyən var, olur məzun. Qoy bu bir dənə qızsın. Gördünüz dostlar. Rahat özü də basərdir. Bu üzümün yaprağının o qədər mənfəət var bədənə. Yəni əsabın kullan davasıdır. Hər kəs yatanmasa elə 5-10 dənə yiyibdi, zehni cüylənər. Bir də kahıdır. Budurdan bir yük qalacaq, 10 dəqiqə qalacaq çöyrəm, ondan sonra 5-6 dəqiqədə qala qapağı qoyacaq üstünə, pişsin, qutuldu.
Təqdim tamam əzizlərimizə. Dostlar, bu da çörülmədir. Gözəl. Bir dəqiqə çəkməz bu çörülmə. Gördünüz. Açlayın ha, burada söydüm bunları. Gördün, qutuldu. Təbii bu əldə qızıb, çünki yaprak tez qızarır, elə az pişirəcək ki, yeməli olsun. Təqdim tamamı əzizlərimizə. Ya Ali, Xuda.